Dünyada kim Allah'tan başqa nəyə söykənibsə, elə Allah Teala o hədis-i qudüslərdə vardı. Həzrəti Musa'ya dedi ki, mənəm ha Musa. Həm söhbət də mənəm, dost da mənəm, Mevla da mənəm, yoldaş da mənəm, hər kim mənəm, etimad eləməli, sir saxlayan da mənəm, öyrədən də mənəm, öldürən də mənəm, dirildən də mənəm. Etimad eləyənin də məndən başqasını tapmayacaqsan. Məndən başqa kimə də etimad eləsən, o sənə xəyanət edəcək, o sənə nədir? Beli usunduracaq. Və la tərkanu iləl-ləzinə zələmu fətəməssəkumunlar. Öncə üstünsün zalıma söykələn sonra o sizi yandıracaq. Cəmaət elə bilir ki, o sizi yandıracaq, yəni cəhənnəm. Cəhənnəmə qədər bir 50 dəfə pörtəcəksən sən. Cəhənnəmə. Hökman deyir ki, alışıb yanasan. Allah alışdırır, yandırır bir başqa formada. Heç o şeylərin, o ki dünyaya bağlıdır, o da ki dünyada olana bağlıdır. Bunların hamısı müvəqqətidir. Amma insanlar bilməlidirlər, başa düşməlidirlər. Bu tövbə var ha, həmişə qəbul olunmur. Tövbə var ha, həmişə nəticəsini vermir. Bəzi günahlar var ha, birdən sən tövbə deyiləsən, o öz təsirini eləyəcək, qoyacaq, özündə qoyacaq, nəslində qoyacaq, ətrafında qoyacaq. Onun cəzasını sən çəkəcəksən, dərdini sən çəkəcəksən. Sonra məsələn, onu qaytarıb bərpa edəyən, məsələn, keçən dəfə danışanda Muxtarın barəsində danışdıq, onun kimi. Ona görə insanlar bir tikə çörəyə hamıya Allah verir. Əleyhissalam deyir ki, mən təəccüb eləyirəm insana. Allah